Əslində arqon lazeri xəstələrə söyləyəndə bəzən elə başa düşürlər ki, bu bir əməliyyatdır. Xeyr, bu əməliyyat deyil. 5-10 dəqiqə çəkən bir prosedur. Nədir bu arqon lazer və hansı durumlarda istifadə olunur? İlk ən çox bizim acil istifadə etdiyimiz durumlardan biri şəkər xəstələrində, diabetik retinopatiyalarda, torlu qışada yırtıq olarsa mütləq arqon lazer istifadə edilir. Nə edirik bu arqon lazerlə? Yırtığın, dəliyin ətrafını 360 dərəcə bərkidirik ki, bu dəlik, yırtıq böyüyüb torlu qışanın qopmasına, torlu qışa dek olmanına səbəb olmasın. Şəkər xəstələrinin göz dibində iləri mərhələlərdə yayğın qanamalar olur, yalançı damarlar formalaşır, qansızmalar olur. Həmin bu qansızmaların qarşısını almaq üçün uygulanan bir yöntəmdir. Yəni şəkər xəstələrində sızdıran qan damarlarını qapamaq məqsədi ilə istifadə olunur.